30 dekabr 2025-ci ildir və həftənin çərşənbə axşamı günü dəyərli izləyicilər. Məni kədərləndirən bir xəbərdir. Əminəm ki, bir çoxumuzu da kədərləndirəcək. Çünki Azərbaycanda benzinin qiymətini yeni artırdılar. Düzdür, məbləğ cəmi 5 qəpikdir, amma 5 qəpik də 5 qəpikdir. Çünki belə deyək, benzin litrini vuranda hər 5 qəpik artım nəyə gəlib çıxır? Özünüz təsəvvür edə bilərsiniz. Azərbaycanda benzinin qiyməti 5 qəpik artırılıb. Musavat.com xəbər verir ki, bununla bağlı Tarif Şurası qərar qəbul edib. Nə maraqlıdır ki, gecə saatlarında qəbul etməyiblər. Bu dəfə gündüz saatlarında elan ediblər. Məlumata görə AI-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib. Nəticə etibarilə son illərdə iri şəhərlərin artan əhalisi və şəhər ətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olub. Avtomobil, bax, izahat bu cürdür. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının dayanıqlığının, sərnişinlərə göstərən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyin təmin edilməsi, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədi ilə 2025-ci ilin sentyabr ayında müvafiq fərmanla ictimai nəqliyyat məqsədi büdcə fondu yaradılıb və qanunvericiliyə edilən dəyişikliyə əsasən yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib. Bununla bağlı deyir, Tarif Şurasının müvafiq qərarı AI-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib. Yanacaq tariflərinin müəyyən hissəsi ictimai nəqliyyat məqsədli büdcə fonduna yönəldilməklə əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, demək, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsinin təmin edilməsinə və ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əl çatanlığının artırılması məqsədləri üçün də istifadə olunacaq deyirlər. Yəni, benzinin qiymətini artırmaqlarını bax belə izah edirlər bizə dəyərli izləyicilər. Tarif dəyişikliyindən sonra da AI-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Bunu da onlar deyirlər. Qərarlarla Tarif Şurasının rəsmi saytının Şuranın qərarları bölməsində də tanış olmaq olar. Bu da Azərbaycan xalqına bir yeni il hədiyyəsi olsun dəyərli izləyicilər.